İndi qonağımız olacaq. İstəyirəm qonağın təqdimatını biz elə video təqdimatla izləyək. Bəli, kadrlar artıq təqdim etdi. Emin Mahmudov bizimlədir. Milli komandamızın üzvü, Neftçi klubunun kapitanı və axşamın xeyir Emin. Axşamın xeyir. Dəvətə görə çox sağ olun. Biz təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyin üçün və elə yaxşı yerinə düşdü sən bugün bizimlə olmağın. Çünki millimizlə bağlı önəmli bir qərar verildi. Bugün həm millimizdən danışacağıq, tamaşaçıların üstündə xatırladım, həm Neftçidən və Eminin şəxsi karyerasından. Milli ilə başlayacağıq. Bayaq da izlədik, sənin üçün kifayət qədər uğurlu bir dönəm oldu milli komandada. Ümumi komanda olaraq nəticələrimiz uğurlu olsa da qolların oldu və s. Bugün Cani Dibiazi ilə yola davam qərarı verildi. Bu qərarı gözləyirdinmi və sənin üçün necədir təəssürat bundan sonrası üçün? Açığı mən heç gözləmirdim qalmazığını, bilmirdim nə olacaq, düşünmürdüm o barədə. Çünki bizim işimiz meydandadır, nə olacaqsa, hansı baş məşqçi olacaqsa, ona qərar affa verəndən sonra biz də onu hörmətlə yanaşırıq. İndi Cani Dibiazi qalandığından görə biz inşallah axırıncı 3 qələbənin davamı gətirməliyik ki, ancaq bu nəticələr daha yaxşı olarına inanıram. Emin, elə son 3 oyundan danışaq, qələbələriniz oldu. Bu barədə də müxtəlif fikirlər var idi. Bir çox azarkeşlər, ictimaiyyət nümayəndələri rəqiblərin düşməsindən, bəzən təsadüfən, bəzən əsasən biz bunu belə adlandırırıq ki, bu milli komandanı aldada bilər bu qələbələr. Ortada ciddi futbol strategiyası yoxdur, ciddi futbol tərzi yoxdur. Dibiazi xüsusi nəsə etməyib və adi qələbələrdir, belə deyək. Son qələbələr və son nəticələr sənin üçün necə görünür? Mənim fikrimcə hər qələbə millidə hər qələbə vacibdir. Mən deyə bilmərəm ki, indi biz axırıncı oyunları indi uduzsaydıq, yenə də təngin olacaq. Niyə görə biz uduzuruq? Amma əsas mənim fikrimcə adi oyun yoxdur millidə. Olsun yoldaşlıq oyun, olsun hansısa ən vaciblardan oyundan biri. Hər oyun millidə ayrı-ayrı baxmalıyıq. Düzdür, axırda nəticə biz birinci yer tuta bilmədik, amma yenə də biz axırıncı oyunlara baxa bilməzdik ki, onsuz da çıxmadıq, nə tərəf olursa olsun, belə ola bilməz. Ona görə mən sevinirəm ki, 3 qələbə qazandıq. Əsas o bizə inam gətirsin, əsas bizə davamlı olmaq üçün biz özümüzə inanmalıyıq ki, biz onu bacara bilirik, yaxşı komandaya qarşı da oynaya bilərik. Yəni, bu qələbələr ən azından komandada özgüvən və birlik yaradır, deyirsən. Və ümumiyyətlə, futbolda belə bir deyim var, qalib mühakimə olunmur, amma Azərbaycan millisi qalib gələndə də mühakimə olunur. Təbii biz çoxluğu qınaya bilmərik, orada da səbəblər var, illərin uğursuzluqları, bəzən bu cürə aldadıcı qələbələr çox olub, biz qələbəyə inanmışıq, aldanmışıq, amma sonra nəticələr pis olub. Cani Dibiazinin yeni dönəmindən nə gözləyirsən? Milli komandanın içərisindəsən. Bəzən bir qism insan əslində kollektivdə yaxşı abu-hava olduğunu bildirir. Bir qism insan bunu belə düşünmür. Hər halda bu istiqamətdə açıqlamalar da var milli cəbhəsindən. Bundan sonraki dönəmlə bağlı ümumiyyətlə bir təsəvvürlərin necədir? Yəni, səncə toparlaya biləcəkmi artıq? Üstəlik seçmə mərhələ kimi ağır bir dönəm var qabaqda. Məncə biz futbolçular özümüz olaraq biz də özümüz kömək eləyə bilərik. Məncə daha yaxşı ola bilərik, özümüz də yaxşı ola bilərik. Biz yaxşı olsaq, milli üçün çox xeyir verə bilərik. Məncə futbolda həmişə olur, kiminsə hər yaxşı məşqçilərin də olsun, Guardiola da olsun, bəzi oyuncular onu xoşlamır, bəzi xoşlayır. Təbii, məncə bu normal şeydir, ona normal baxmaq lazımdır. Amma inanıram ki, yaxşı olacaq, daha yaxşı ola bilərik, onu da inanıram ki, olarıq.
Yəni buna inanırsan və düşünürsən ki, əsas çatışmayan məsələ inamdır, yəni. İnam da olur. Bizim bəzi əlbəttə biz böyük komandalara qarşı oynayanda keyfiyyət də bizə çatmır. Açığı deyək, burada ikmaladmaq lazım deyil. Çünki bəzi oyunlarda biz çıxırıq dünya ulduzlara qarşı. Orada nə qədər o yaxşı inansan da özünə, o da bəzi oyunlarda kömək eləmir. Amma biz ən azı inanmalıyıq ki, daha yaxşı oynaya bilərik. Ondan sonra bəli, situasiyaya uyğun olaraq dəyişir. Bizim bir Skype bağlantımız olacaq. Emin, bəli, artıq hazırdır. Həmkarımız Araz Əhmədov bizimlədir. Bugün milli komanda ilə bağlı onunla da danışacağıq. Araz, axşamın xeyir, xoş gördük. Salam, axşamınız xeyir olsun. Araz, Emin də buradadır. Hər hansı sualın olsa ünvanlaya bilərsən. Amma hələlik bir sənə sual verəcəyik. Bu gün məlum qərar verildi və böyük əksəriyyət, mən bilirəm ki, idman ictimaiyyətində bir mənalı qarşılamadı. Əslində, AFFA-nın müqaviləyə xitam verəcəyi gözlənilirdi. Sadəcə orada sual var idi ki, Dibiazi ilə yollar ayrılarsa, bundan sonrası necə olacaq? Yeni əcnəbi mi gələcək, yoxsa yerli mütəxəssislərin davam edilməlidir və s. Yəni, çox uzun məsələdir. Uzadıldı və bundan sonrası üçün düşüncələrim maraqlıdır. Səncə doğru qərar idi mi? Məncə, indiki vəziyyətdə Azərbaycan yığması tarixində belə uğurlu seriya az yaxalayıb, var ki, yaxalam. Yəni, bu bilinçdir. İlk dəfədir 3 maçda biz qalib gəlirik. Baş məşqçinin dəyişəcəyinə inanmaq sadəlövhlük olardı. Mən də düşünürdüm ki, əslində İcraiyyə Komitəsi məhz belə bir qərar verəcək. Təbii ki, idman ictimaiyyəti, futbol sevərlərin istəyi fərqlidir, amma federasiyanın rəsmilərinin də qərarı başqadır. Yenə deyirəm, hal-hazırda Azərbaycan yığması ardıcıl 3 görüşdə qələbə qazanıb uğurlu bir seriya yaxalayıb və bunu da Dibiazi ilə edib. Ola bilər ki, həmin görüşlərdə Azərbaycan yığması fövqəladə futbol göstərməyib, nümayiş etdirməyib və yaxud rəqiblərin həmin görüşlərə köklənməsi öz yerində olmayıb. Amma belə bir vəziyyətdə millinin baş məşqçinin dəyişəcəyini mən gözləmirdim. Təbii ki, istəyirdim, amma gözləmirdim. İstəyirdim deyirdin, Araz. Səncə Azərbaycan futbolu üçün xeyirli qərardan bu gün İcraiyyə Komitəsinin verdiyi qərar və Dibiazidən artıq Avropa çempionatının seçmə mərhələsi gəlir. Orada biz qarşısına məqsəd qoya biləcəyikmi nəticə versin? Yoxsa ümumiyyətlə bu cür məqsəd qoyulmamalıdır? Ya necə düşünürsən? Gözəl sualdır. Baxın, mən düşünürəm ki, Dibiazi ilə indiki Azərbaycan yığması qarşısına heç bir hədəf qoyan bir milli deyil. Yəni, bugün Azərbaycan yığmasının qarşısına hansısa bir hədəf qoyulsa, biz özümüzü aldatmış olacağıq. Yəni, belə bir yığma ilə hansısa bir hədəfdən danışmaq məncə düzgün deyil. İkinci məsələ, dəyişikliyin olmasını biz istəyirdik, futbol sevərlər istəyirdik, idman ictimaiyyəti, mütəxəssislər, jurnalistlər istəyirdik. Amma yenə deyirəm, AFFA rəhbərliyi istəmirdi. Çünki dəyişiklik eləmək hər zaman çətindir və risklidir. Belə bir məqamda bunu risk qəbul edilər və dəyişiklik olunmadı. Mən nədən yanayam? Ondan yanayam ki, Dibiazinin yanında ən azından bir gənc Azərbaycanlı mütəxəssis. Mən həmişə Elmar Baxşıyevin adını çəkirəm, çünki yerli mütəxəssislər içərisində üzdə olanlardan biri odur. Mütləq olmalıdır. Nəyi xatırlayacağım? Azərbaycan o dönəmdə Zep Piontek 90-cı illərdə Türkiyə millisinin baş məşqçisi idi və onun köməkçisi Fatih Terim idi. Daha sonra Piontek Danimarkalı mütəxəssis millidən, Türkiyə millisindən getdi və Fatih Terim həmin mövsüm, həmin seçmə mərhələdə Türkiyə millisini Avropa çempionatına çıxardı 1996-cı ildə. Bax, belə bir variantdan, belə bir modeldən istifadə eləmək olardı əslində. Aha. İndi Arif Əsədov var Dibiazinin yanında və ümumiyyətlə futbolu, uşaq futbolundan tutmuş bütün sferalarını izləyən bir jurnalist kimi soruşacağım bundan səndən. Dibiazi baş məşqçi kimi hazırda millimizdə nəyi dəyişdi, nə təklif edə bilir? Taktiki cəhətdən və yaxud da ümumi? Azərbaycan millisinin futbolçularının seçimini siz məndən də gözəl bilirsiniz. Çox məhdud bir dairə içərisindən seçim edirik. Amma son dönəmlərdə Qarabağın Avrokuboklardakı uğurları və xaricdən gətirdiyimiz, yəni əslən Azərbaycanlı olan həm yerlilərimiz var ki, onlar da milliyə xeyir verə bilirlər. Söhbət Rinat Dadaşovdan və digərlərindən gedir. Bu oyunçuların fonunda Azərbaycan millisiyə
Dibiasi məncə ən maksimumu əldə edə bilib. Bayaq Emini dinləyirəm və Emin çox gözəl qeyd elədi. Bildirir ki, ola bilər ki, biz hansısa bir komandaya qarşı çıxaq və istəyimiz olsun ki, o komandanı məğlub eləyək. İstək başqadır, ancaq təəssüflər olsun ki, hər şey istəkdən asılı deyil. Futbolçuların imkanları da buna həmin istəyi reallaşdırmağa imkan verməlidir. Dibiasi ilə Azərbaycan millisi hal-hazırda məncə özünün maksimumunda çıxış edir və bundan artığına da nail olacağına qətiyyən inanmıram. Aha, yəni burada da məsələ köklü problemlərə, futbolumuzun daha dərin problemlərinə, çempionatın səviyyəsi və s. oralara gedib çıxır. Hətta uşaq futbolunda bura qatara bilərik. Buyur. Mən bəs yerə vurğulamadım ki, xaricdən gəlib, həm yerlərimiz, soydaşlarımız olsa da Azərbaycan millisində çıxış edən futbolcular. Elə Emin Mahmudov da bilsən ki, Rusiya futbolunun getirməsidir. Baxın, Azərbaycan yığması son çıxdığı seçmə mərhələ Millətlər Liqası oyununda cəmi 2 yerli futbolun itirməsi ilə çıxış edirdi. Bunlardan biri Bəhlul Mustafazadə idi, digəri isə Elvin Cəfərquliyev idi. Yəni bu artıq yəni həyəcan siqnalından bəhs edən bir amildir. Əslində bizim Azərbaycan futbolunun yetirmələri millidə daha çox olmalıdır. Əlbəttə ki, Emingil də bizim öz doğmalarımızdır, milli komandamızın üzvləridir və onlar da Azərbaycan üçün əllərindən gələni eləyirlər. Amma Azərbaycan futbolunun gördüyü işin bəhrəsini millidə görməyincə, mən düşünürəm ki, biz çətinliklər yaşayacağıq hələ də. Aras, təşəkkür edirəm. Əgər Eminə hər hansı bir sualın olmayacaqsa, biz fikirlərin üçün sənə təşəkkür edəcəyik. Minnətdarım, sağ ol. Görüşərik. Təşəkkürlər və Emin biz mövzu ilə davam eləyəcəyik. Bir qədər ağır mövzudur və o qədər də səni də yormaq istəmirəm bu mövzu ilə bağlı. Çünki qabaqda Neftçi də var və o mövzuda da bir xeyli qaranlıq məqamlar var. Bizim bir sorğumuz olmalıdır. Həmkarlarım şəhər sorğusu ediblər və bu gün səni şəhərdə tanıyan, futbolu izləyən azarkeşlərdən soruşublar. Emin Mahmudova suallarınız varmı? Həmin suallara baxa biləcəyik indi bir qədər sonra. Bəli, hazırdır. Daha çox həmişə kimi gənclər bu sorğuda iştirak edib. Neftçini Qarabağa dəyişərmi? Aha. Ümumiyyətlə bu haqda heç düşünməmişəm. Çünki çoxdandan Neftçidə oynayıram. Neftçidə də davam eləmək istəyirəm. Aha. Digər sualımız. Ən baxımlı və ən yadda qalan qolunuz hansıdır? Məncə ən baxımlı, İrlandiyaya qarşı. Çünki orada çox stadion, o komandaya qarşı, İrlandiya bir komandaya qarşı gol da çox ağır alındı. Aha. Və ən yadda qalan, hər ikisinə o qolu deyirik. Ən yadda qalan, ən baxımlı məncə odur. Aha. Digər sualımız. Niyə görə siz legioner həyatı yaşamırsınız? Yəni, yaxşı oyuncusunuz. Azərbaycan millisinə görə yaxşı oyuncusunuz. Amma niyə legioner həyatı yaşamırsınız? Ümumiyyətlə, çətin məsələdir. Çünki mən özümdən asıl deyil. Çünki mən ora kimsə istəməlidir, mən ora gedim. Həmişə deyirəm ki, 50% mən 50% oradayım. Prosta orada heç kim mənə çağırmır, amma mən istəyirəm. 50% getmişəm. Doğrudan Emin, orada problem nədir? Yəni, menecer məsələsi var, orada bir çox məsələlər var, bilirəm. Biraz problemlidir. Azərbaycanlı oyuncusunu biraz problemli orada götürürlər. Bizə belə tam baxmırlar ki, nə qədər oynasın da, yenə də Azərbaycan pasportu. İnandırmaq çətindir məncə. Amma bəlkə onlar nəzə birisi şey görürlər ki, bizi istəmirlər ona görə. Deyə bilmərəm, tam bir səbəbə görə ora getmirik. Aha, səbəblər çoxdur. Növbəti sualımız. Qarabağı udmaqmı onun üçün daha əhəmiyyətlidir, yoxsa çempion olmaqmı? Əlbəttə, çempion olmaqdır. Problem yoxdur. Qarabağı udutsaq da, amma çempion olsaq daha yaxşı olur ki, nəinki Qarabağı udub çempion olmamaq. Aha, yəqin çox qatı Neftçi azarkeşidir o və Qarabağa məğlubiyyət həzm edə bilmir ona görə. Başqa bir sual. Futbol karyerasını bitirdikdən sonra nə ilə məşğul olacaq? Bizim üçün də maraqlıdır. Mən istəyərdim futbol ailəsində qalım. Çünki futbol bütün uşaq vaxtımdan ancaq futbolla məşğulam. 6 yaşımdan bütün fikrim futboldadır. Biraz mənə çətin gələr futboldan uzaq olun bəlkə. İndi deyə bilmərəm. Çünki bəlkə hər şey dəyişiləcək, nəsə futboldan
uzaq qalacam. Ona görə deyə bilmərəm. Futbolda özünü ən azından müşahidələr aparmış olarsan. Özün daha çox hansı sahədə görürsən? Məşqçi, menecer? Bir tərəfdən məşqçi xoşuma gəlir, amma bir tərəfdən də belə daha çox məşqçilik məncə. Emin, davam eləsən, doğrudur, tez o barədə danışma, amma karyeranı bitirdikdən sonra Azərbaycan futbolunda qalmaq istəyərsən, yoxsa sənin üçün alternativlər var, məsəl üçün Rusiya? Mən Rusiyada yaxın dostlarım var, məşqçilərim də var, amma fikrim hələ bəlkə Azərbaycanda istəməzlər məşqçi olum. Bəlkə kim çağırmayacaq, ona görə işdən asılıdır. Yəni bizim futbol mentalitetimiz, futbol adamlarımıza uyğunlaşmısan, özün rahat hiss edirsən? Mən Azərbaycanda çox rahat özümü hiss edirəm. 5 il buradayım, ona görə tam uyğunlaşmışam. Azarkeşlərin sualları qurtardı, bitdi. İndi mən sualları verəcəm. Keçək Neftçi mövzusuna. Çox ağır bir maçdan çıxdınız, Qarabağla maç. Necə keçdi? Gözləyirdinmi bu nəticəni ümumiyyətlə? Ümumiyyətlə biz deyə bilərəm ki, çox yaxşı başlamışdıq ilk hissəni. Yenə də Qarabağ yarada bilirdi, momentləri olurdu, amma biz daha inamlı oynayırdıq, daha aqressiv oynayırdıq birinci hissəni. İkinci taymda biraz itirdi onu. Top tam saxlaya bilmədi. Təzyiqin altında daha rahat oynaya bilsəydiksə, bəlkə yaxşı nəticə qazana bilərdi. Amma yenə də rəqibdən asıldı. Rəqib bizə qoymadı, öz futbolumuzu oynayaq. Onlar da çox keyfiyyətli futbolçuları var. Kadisi olsun, məncə çempionat. Mən burada olan vaxtı bəlkə ən yaxşı futbolçusudur. Azərbaycanda mən nə görmüşəm. Belə o heç nədən belə çıxdı ki, qol vurdu. Çünki yaxşı birinci hissədə momenti var idi, vura bilmədi, amma uzaqdan yaxşı zərbə elədi, qol vurdu. Ondan sonra onları təzyiqi artırdılar. Biz ona dözə bilmədik. Axırda da qələbə onlarda oldu. Qarabağ necə gördünüz? Meydanda görmək tamam başqadır. Bu mövsüm sona qədər Qarabağ və həm də Sabahla mübarizə apara biləcəksinizmi yəni? Mütləq aparmalıyıq. Təbii ki, realdır, amma... Təbii ki, realdır, aparmalıyıq. Əsas biz indi başımızı aşağı salmalı deyil. Daha oyunumuz çox var. Hər oyunu qələbə qazansaq, hələ şansımız olacaq. Amma biz indi fikirləşməliyik ki, nə olacaq mayda, nə olacaq biz gələn oyun Qarabağdan. Biz əsas indi Turan Tovuzu udmalıyıq. Çünki Turan Tovuz daha sonra rəqibi olmayacaq bizim üçün. Yəni, hər oyun baxmaq istəyirsən məsələyə. Ümumiyyətlə, Neftçinin bu mövsümki potensialı, heyəti imkan verirmi istədiyiniz mübarizəni verməyə? İndi bəzi məlum çatışmazlıqlar var. Əlbəttə, çatışmazlıq var, amma biz onu indi oturacaq, ondan danışmalıyıq, ondan başımızı aşağı salaq ki, oyuncu çatmır, yoxsa oyuncu zədəlidir. Belə şey bizə kömək eləməyəcək. Əsas biz fikirləşməliyik ki, bu həyatla oyundan oyuna mütləq qələbə qazanmalıyıq. Onun əsas onu fikirləşməliyik. Emin, sən gələndən sonra son illərdə demək olar ən rəngarəng çempionatlardan biridir. Bölgə klubları çoxaldı çempionatımızda. Bu mövsüm sənin üçün necə keçir? Fərqli komandalar var və s. Çox xoşdur. Regiondan komanda olanda çox xoşdur. Ora hələ ki, biz ancaq Şamaxıya getmişik. İnşallah Tovuzla oynayanda, sonra Kəpəzlə orada oynayanda. Çünki Kəpəzlə mən ilk ilin bura gələndə o Kəpəzlə oynamışdım. Orada da çox yaxşı atmosfer var. Azərkeşlər çoxdur. Çox xoşdur belə atmosferdə oynamaq. Çünki bəzi oyunlarda bizi bəzi Bakıda oynayan oyunlarda Azərkeş az gəlir. Çünki regionlarda adamlar həmişə gəlir, sevir futbolu. Bakıda da sevir, amma bəzi moment olur, vaxt olmur gəlməyə bəlkə oyunlara. Ona görə regionları çox sevirəm. Daha çox olsa, daha belə güclü olsa, məncə Azərbaycan çempionatının çox yaxşı olacaq. İnkişafı daha çox olar. Milli mövzusundan bir sual da verəcəm, amma rəqəm istəmirəm və bir qədər doğru olmadığının da fərqindəyəm. Amma ictimaiyyətdə çox danışılırsa, biz də buna aydınlıq gətirməliyik. Son 2 qələbəyə görə çox böyük pullar ayrıldığı deyildi, futbolçulara, mükafatlara ayrıldığı yazılırdı, deyilirdi. Hər halda yəqin ki, komandanın düşərgəsindən bu xəbərlər də yayıla bilər və s.
Rəqəm deməsək belə, doğrudan da böyük orada nələrsə var idi mi? Belə böyük olsaydı pis olmazdı, amma doğrudan da belə mən burada olan müddətdə həmişə biz indi qələbə qazandıq. Biz yenə də bu mövzu atırlar ortalığa. Çünki bunun 2 oyuna o qədər pul almamışıq. Açığı mən görmüşdüm rəqəmləri. 2 oyuna o qədər pul almamışıq, amma yazıblar ki, fantastik belə rəqəmlər yazırlar. Biz doğrudan da belə rəqəm yoxdur. AFFA-da onu görmüşdüm, açıqlamışdı. Amma yenə də xoş deyil belə şeylər ki, bizim üstümüzə yenə gəlsinlər və bunlara o qədər pul verirlər. Ümumiyyətlə, mən Rusiyada oynayanda, mən axırıncı komandalarda oynayanda bu 2 qələbədən çox qələbə üçün çox pul alırdım. Amma mövzu burada deyil. Məncə futbolda həmişə biraz çox pul olur. Daha çox nəinki adi insanlara. Demirəm, o düzdür. Amma futbolda belə təbii şey olur. Təbii olur. Amma yenə də mən deyirəm ki, o boyda rəqəmlər heç yaxın da yoxdur. Amma yenə deyirlər, yenə də yazacaqlar, deyəcək ki, belə deyil. Yenə də o rəqəmləri yazacaqlar. Amma belə şey yoxdur. Aha. Emin, təşəkkür edirəm bugün bizdən olduğun üçün və yenə gözləyirik yaxın vaxtlarda, yaxın gələcəkdə və həm sənə, həm Neftçiyə, həm də milli komandadakı karyeranda sənə uğurlar arzulayırıq. Çox sağ olun dəvətinizə görə, çox sağ olun. Şad edim sizi, mən burada sizlə danışdıq. İnşallah görüşərik. Aha, inşallah. Növbəti verilişlərimizdə daha geniş mövzulardan danışarıq. Təşəkkürlər bir daha.